Salam, bu dəfə nəzər yetirəcəyimiz muş şəkilçisidir. Bunu necə tapırıq? Deməli, biz 3 məqamda muşu tanıyırıq. Muş fe'li sifət şəkilçisi, muş fe'li bağlama şəkilçisi, bir də muş nəqli keçmiş zaman şəkilçisidir. Bunları necə seçirik? Əgər muş şəkilçili söz necə və hansı suala cavab verərsə, bu zaman sayılır fe'li sifət. Məsələn, yuyulmuş meyvələr, seçilmiş əsərlər, necə meyvələr, necə əsərlər, bu zaman olur fe'li sifət. Yox, əgər nə etmişdir sualına cavab verərsə, gəlmişdir, getmişdir, baxmışdır, görmüşdür, nə etmişdir, bu zaman sayılır nəqli keçmiş zaman. Əgər muşun yerinə anda tətbiq edə biliriksə, gecədən xeyli keçmiş, gecədən xeyli keçəndə o bizə gəlmişdir. Muşun yerinə andanı tətbiq etdiksə, bu zaman isə sayılır fe'li bağlama. Amma bəzi testlərdə bizə verir ki, siz burada elə bir cümlə tapın ki, muş həm fe'li sifət, həm fe'li bağlama kimi olsun. Bu zaman nələri tətbiq edirsiniz? Deməli, bu zaman muşun yerinə bir dəfə an şəkilçisi qoyursunuz. Bir dəfə isə madan mədən şəkilçisini tətbiq edirsiniz. O zaman həmin cümlə həm fe'li sifət, həm fe'li bağlama kimi tanınır. Məsəl üçün, oxumamış uşaqları içəri daxil etməyin. Baxın, oxumayan uşaqları içəri daxil etməyin. Necə uşaqları? Oldu fe'li sifət. Oxumamış uşaqları içəri daxil etməyin. Gəlin də madan qoyaq. Oxumadan uşaqları içəri daxil etməyin. Bu zaman isə sayılır fe'li bağlama.